Dekabrın 18-də Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Asan Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Asan könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların iştirak etdiyi tədbir Asan Xidmət və Bilim Bakı mərkəzləri ilə tanışlıqla başladı. Qonaqlara 7 saylı Bakı Asan Xidmət Mərkəzinin fəaliyyəti, həmçinin Asan Xidmət Mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verildi. Hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Asan Məktub ağacındakı məktublardan birini öhdəliyə götürdü. Səyyar Asan Xidmət avtobusu ilə tanışlıq çərçivəsində isə diqqətə çatdırıldı ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bilim Bakı mərkəzinin fəaliyyəti də maraqla qarşılandı. Mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında bu sahələrə marağı artırmaq, müasir tələblərinə cavab verən bilik və bacarıqları aşılamaqdır. Daha sonra Asan Məktub sosial proqramının 10 illik fəaliyyətinə dair videoçarx nümayiş olundu. Qeyd edək ki, Asan Könülləri Təşkilatının Asan Məktub sosial proqramı 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinç, diqqət və qayğı bəxş etmək məqsədi ilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bugünədək 56 region üzrə ümumilikdə 10.512 məktuba uyğun arzular gerçəkləşdirilib. Sonra mədəniyyət carçısı proqramı çərçivəsində musiqi ifaları səsləndirildi, rəqs nümunələri nümayiş olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Asan Məktub, Yaşıl Asan və Abad stendlərini də izlədi. Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağac əkmə aksiyası ilə davam etdi. Leyla Cavad, Seyra Cimamquliyev, ASTV Xəbər.